Herkese salam, kanalımıza hoş gelmişsiniz. Bugün sizinle çok sade ama inanılmaz derecede dadlı bir kələm salatı hazırlayacağım. Eğer siz de süfrənizə hem yüngül hem de lezzetli bir salat əlavə etmək istəyirsinizsə, videonu sona kadar izleyin. Başlayaq. Salat üçün mən iceberg kələmi götürmüşəm. Siz istədiyiniz kələm növündən istifadə edə bilərsiniz. Kələmi gördüyünüz kimi 2 hissəyə bölürəm. Mən yarısını istifadə edirəm. Gördüyünüz formada nazik-nazik doğrayıram. Əziz izləyicilərimiz, əgər hələ də kanalımıza abunə deyilsinizsə, abunə olub videonu bəyənməyi unutmayın. Dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Bu formada kələmi doğradıktan sonra salatı hazırlayacağım qaba əlavə edirəm. Kələmin qalan hissəsini də eyni formada doğrayıram. Salatı dadlandırmaq üçün təzə xiyardan və kökdən istifadə edirəm. Xiyarı 3 hissəyə bölüb videoda gördüyünüz formada nazik-nazik doğrayıram. Bu resept üçün mən 400 qram kələm, 2 ədəd təzə xiyar və 2 ədəd kökdən istifadə etdim. Doğradığım xiyarları da kələmin üzərindən əlavə edirəm və qabığı soyulmuş kökü də öncə halqa-halqa doğrayıram. Sonra isə halqaları üst-üstə qoyub uzunsov formada doğrayıram. İstəsəniz kökü sürtkəcdən də keçirdə bilərsiniz. Qeyd edim ki, bu salata zövqə görə soğan, sarımsaq da əlavə etmək olar. Köklərin də hər ikisini doğrayıb salatın üzərinə əlavə etdikdən sonra bir dəstə şüyüd götürmüşəm. Şüyüdü də xırda-xırda doğrayıb salata əlavə edirəm. Və zövqə görə salata duz əlavə edirəm. 3-4 yemək qaşığı zeytun yağı və 1 yemək qaşığı alma sirkəsi əlavə etdim. Yaxşıca salatı qarışdırdıktan sonra bir 10-15 dəqiqə gözlədikdən sonra nuş etmək olar. Gördüyünüz kimi az ərzaqla asan başa gələn, çox ləzzətli, dadlı, faydalı salat resepti. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun.